Bugün Manol'un silikon spreyi ilə Hyundai Grandior'un lükünü, qapıları, ümumiyyətlə cırıldayan yerlərini yağlayacağım. İlk əvvəl həmin hissəni kirdən, tozdan təmizləmək lazımdır. Fikir verin, tavan döşəməsinin bəzi açıq hissələri təmizlik etdiyim hissənin düz üzərindədir. Çalışın tavan döşəməsinə maye və ya yağlayıcı dəyməsin. Dəydiyi zaman tavan döşəməsi şişər və ya yararsız hala gələr. İlk əvvəl yoxlamaq üçün kanallara su töküb drenaj hissələrindən su axıb-axmadığını yoxlayıram. Avtomobilin ön və arxa tərəfindən su axdığını gördükdən sonra lüku və bəzi hissələri yağlamağa başlayıram. Yağlamağa başlamamışdan öncə su tökdüyüm ərazini qurulayıram. Yağlayıcı Manol'un silikon spreyidir. Sürtünən metal və plastik səthləri yağlayır, qıcırdamaların, çatlamaların qarşısını alır. Antistatik olduğu üçün suyu, tozu öz üzərinə çəkmir. Məhsulun tərkibində mineral yağlar yoxdur. Məhsul metal, plastik, rezin səthlər üçün idealdır. Ümumiyyətlə bu cür məhsulları aldığınız zaman daim istifadə təlimatını oxuyun. Yağladıqdan sonra bir neçə dəfə həmin hissələrin necə işlədiyini yoxlayıram.